Əsədi devirən Colani əslində kimdir? HTŞ lideri Məhəmməd Colaninin həyatı hamıya maraqlı görünməyə başlayıb. Bəs əslində o kimdir? HTŞ lideri Colani 1982-ci ildə atasının neft mühəndisi işlədiyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində doğulub. Bəzi mənbələrə görə ailə sürgün olunduğu üçün mühacirətə getməli olub. Ailəsi ona Əhməd Hüseyn Əş-Şara adını verib. Təxəllüsü ölkəsində Əbu Məhəmməd Əl-Qolani kimi tələffüz olunur. Ailəsi 1967-ci ildə müharibə zamanı Qolan təpələrindəki evləri tərk etmək məcburiyyətində qalıb. Ona görə də o, Colani təxəllüsündən istifadə edir. Colaninin ailəsi 1989-cu ildə Suriyaya qayıdıb və onun 2003-cü ildə İraqa köçməzdən əvvəl Dəməşqdə keçirdiyi vaxt haqqında çox az şey məlumdur. Colani təhsil alıb, bəli, o ixtisasca ərəb müəllimidir. Colaninin döyüşçü karyerasından bağlı biz nələri bilirik? O 2003-cü ildə ABŞ işğalına qarşı döyüşmək üçün İraqa gedib və orada Əl-Qaidəyə qoşulub. Colani həbs olunubmu? Bəli, 2006-cı ildə İraqda ABŞ qüvvələri tərəfindən həbs edilib və 5 il ABŞ-də həbsdə saxlanılıb. Colani daha sonra Əl-Qaidənin Suriyadaşı qolu olan Ən-Nusra cəbhəsini yaratmaq vəzifəsini alıb və həmin illərdə təşkilat müxalifətdəki təsirini artırıb. İdlib başda olmaqla bir çox bölgələri nəzarətdə saxlayıb. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə Colani yenidən meydana atılıb. Onun Əl-Qaidə ilə əlaqəli Nusra cəbhəsinin adını dəyişərək Həyat Təhrir Əş-Şama çevrilib. Bu təşkilat yenə Əl-Qaidə ilə əlaqədardır? Yox. Həyat Təhrir Əş-Şam, yəni qısaltma ilə HTŞ, 2016-cı ildə Əl-Qaidə ilə əlaqələrini tamamilə kəsib. Bəs Əl-Qaidə ilə əlaqələrini necə kəsib? Colaninin Əl-Qaidə ilə əlaqələri 2003-cü ildə İraqda ABŞ əsgərlərinə qarşı döyüşən ekstremistlərə qoşulduğu vaxt təsadüf edir. Suriya vətəndaşı olan Colani ABŞ hərbiçiləri tərəfindən saxlanılsa da İraqda qalıb. Bu müddət ərzində Əl-Qaidə həmfikir qrupları qəsb edərək Əbu Bəkir Əl-Bağdadinin rəhbərlik etdiyi ekstremist İraq İslam dövlətini yaradıb. 2011-ci ildə Suriyada Əsədə qarşı başlayan xalq üsyanı hökumətin qəddar repressiyasına səbəb olduqda və hərtərəfli müharibəyə səbəb olduqda Əl-Bağdadi Əl-Qaidənin Nusra cəbhəsi adlı qolunu yaratmaq üçün Colani Suriyaya göndərilib. Birləşmiş Ştatlar bu yeni qrupu terror təşkilatı kimi tanıyıb və o vaxtdan və bunu davam etdirir. Washington Colaninin başına 10 milyon dollar pul mükafatı qoyub. Colani bölgədə IŞİD-ə qarşı döyüşübmü? Bəli, 2013-cü ildə Suriyada vətəndaş müharibəsi şiddətləndikcə Colaninin ambisiyaları da daha da artıb. O, Əl-Bağdadinin Nusra cəbhəsini ləğv etmək və onu Əl-Qaidə ilə İraqda İraq-Şam İslam dövləti, yəni IŞİD yaratmaq əməliyyatı ilə birləşdirmək çağırışına qarşı çıxıb. Colani buna baxmayaraq Əl-Qaidəyə bəyat edib. Sonrakı dövrdə Əl-Qaidə IŞİD-dən ayrılıb. Cəbhət Ən-Nusra IŞİD-ə qarşı döyüşüb və Əsədə qarşı Suriya silahlı müxalifəti daxilində rəqiblərinin çoxunu məhv edib. Colani siyasi kursunu nə vaxt dəyişməyə başlayıb? Colani beynəlxalq legitimlik qazanmaq üçün ələ keçirdikləri bölgələrdə daha mütəşəkkil davranmağa və düzgün idarəçilik qurmağa çalışıb. Onlar idarə etdikləri torpaqlarda milli azlıqları qoruyacaqlarına söz veriblər. Halbuki Colani 2014-cü ildə verdiyi ilk müsahibəsində məqsədini Suriyanın İslam qanunları ilə idarə olunması olduğunu bildirib və ölkədəki Ələvi, Şiə, Duruz və Xristian azlıqlarına yer olmadığını açıq şəkildə ifadə edib. O təkcə Amerika ilə düşmən deyildi, həm də kürdlərə nifrəti ilə tanınırdı. Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun açıqlamalarına görə Ən-Nusra döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb. Köklü dəyişiminə görə Colani media kostyumlu cihadçı ləqəbini verib. Colani illər boyu radikal təşkilatlar daxilində manevrlar edərək rəqiblərinə və keçmiş müttəfiqlərini sıradan çıxarıb. Colani müxtəlif qəbilə və digər qruplara əlaqələr qurmaqla Suriyanın dini və etnik azlıqlarına güvən verib. Keçmiş Əl-Qaidə üzvü olan və ABŞ tərəfindən hələ də terrorçu kimi tanınan Colani Suriyada pluralizmi təbliğ edən və fiqur kimi ortaya çıxsa da mülayim olmaq cəhdlərinə baxmayaraq onun demokratik niyyətinə dair şübhələr qalmaqdadır.
Suriyanın uzun müddətli lideri Bəşər Əsədin 14 illik hakimiyyəti qəfil sona çatmasından sonra ölkənin siyasi gələcəyi bütün qeyri-müəyyənliklərə baxmayaraq yenə də formalaşmağa başlayıb. Qəfil hücumu həyata keçirən müxalif qrupların lideri Colaninin yeni gələcəkdə söz sahibi olacağı düşünülür. Colani sərt İslamçı və partizan kimliyini bir kənara qoyub mətbuata verdiyi müsahibələrdə kostyum geyinməyə üstünlük verir. O Suriyanın müxtəlifliyini daha yaxşı əks etdirmək üçün dövlət institutlarının qurulması və gücün mərkəzləşdirilməsindən danışıb. Colani 2021-ci ildə Amerikalı jurnalistə ilk müsahibəsində Qərb üçün təhlükə yaratmadığını və onlara qarşı edilən sanksiyanın ədalətsiz olduğunu bildirib. The de facto leader of Syria, Ahmed al-Sharaa, chose to do the interview in the presidential palace built by the Assads. He told me he wasn't surprised that the old regime collapsed so quickly. Syrians, he said, needed to keep calm to tackle all the problems they face. You've made a lot of promises. You said that you'll respect the mosaic of different sectarian groups here in Syria, minorities as well. Are you going to keep those promises? المجتمع السوري يعيش مع بعضه. Suriye halkı binlerce yıl birlikte yaşadı. Her şeyi tartışacağız. Diyalog kuracağız. Herkesin temsil edildiğinden emin olacağız. Eski rejim her zaman mezhepsel bölünmelere oynadı. Ama biz bunu yapmayacağız. Bütün büyük kentlerde tüm mezhepler bizi olumlu karşıladı. Bence devrim herkesi kapsayabilir. So this isn't going to be some kind of a caliphate, or you're not going to make Syria into a country like Afghanistan, because you know that there are people who say that maybe you want to behave like the Taliban. يعني هناك فوارق كبيرة بين سوريا Suriye ile Taliban arasında birçok farklılık var. Yönetim şekillerimiz farklı. Afganistan bir aşiret toplumu. Suriye ise tamamen farklı. İnsanlar aynı şekilde düşünmüyorlar. Suriye hükümeti ve yönetim şekli Suriye'nin tarihiyle ve kültürüyle uyumlu olacak. مختلف تماما. So the culture of Syria includes rights for women, it includes education for women, it includes tolerance for people drinking alcohol. Is that all acceptable to you? بالنسبة للتعليم المرأة بالتأكيد يعني نحن Kadınların eğitimi konusunda elbette. İdlib'de 8 yıldır üniversitelerimiz var. Kadın öğrencilerin oranı %60'ın üzerinde. And alcohol? الكثير من المسائل لا هي Benim حقيقية. konuşmaya yetkimin olmadığı pek çok şey var. Çünkü bunlar yasal konular. Suriyeli hukuk uzmanlarından oluşan bir komite anayasayı hazırlayacak. Onlar karar verecek. Ve tüm yöneticiler ya da devlet başkanları bu yasalara uymak zorunda من olacak. أهالي سوريا يعني. Let's talk about wider issues that you face. First of all, this country is broken. There is massive amount of destruction. The economy is destroyed. There are huge debts. How do you begin to start dealing with all of that when the country is under sanctions and when major powers around the world and the United Nations say that you are the leader of a terrorist group? أولا تصنيف هذا هو Bu تصنيف siyasi bir سياسي. sınıflandırma. ليست هناك Terörist olarak sınıflandırılmamızın gerekçesi olabilecek herhangi bir suç işlemedik. Son 14 yılda herhangi bir sivil ya da sivil bölgeyi hedef almadık. Bazı ülkelerin bu tanımdan endişe etmelerini anlıyorum. Ancak bu doğru değil. Şimdi tüm bunlar yaşandıktan sonra yaptırımlar kaldırılmalı. Çünkü bunlar eski rejimi hedef alıyordu. Ezen ve ezilen aynı şekilde muamele görmemeli. مع القضية السورية على وفق الأحداث الجارية الآن. Bəs görəsən Suriyanı yaxın gələcəkdə nələr gözləyir? Bu barədə fikirlərinizi videonun yorum hissəsinə yazaraq bildirə bilərsiniz.